İnsan öldükdən sonra cəsədə cəza verirlər. Aleykum salam və rəhmətullah. Xeyr, insan öldükdən sonra cəsədə cəza yoxdur. Bəlkə qiyaməti nəzərdə tutsa insan bəli, həyat həm ruhanidir, həm cismanidir. O başqa bir məsələdir. Amma məqsədi bərzəxdə olan əzabdırsa, orada bərzəx həyatı ki deyirlər, yəni digər sözlə qəbir əzabı ki məşhurdur. Qəbir əzabı, qəbrin sıxmağı rəvayətlərimizdə çox gəlib. Qəbirdən məqsəd həmin bərzəx aləmidir. Yəni hətta bir insanın məsələn zahirdə quruda bəzi insanlar görürsən dənizə düşür, suya düşürlər. Yəni o demək deyil ki, onların qəbir həyatı yoxdur. Onların da qəbir həyatı var. Yəni dini mətnlərimizdə gələndə ki, qəbir əzabı, qəbir həyat deyəndə, yəni bərzəx aləmi nəzərdə tutulur. Bərzəx aləmində də insan ruhudur, bir də oranın özünə görə bir belə desək, buranın özünə görə bir cismi ki var, oranın da özünə görə bir bədəni var. Cism deməyək, bədəni var. Ona misali bədən deyirlər. Yəni orada o əzab görür. Əzabı görən əsl dadan ki, ruhdur. Yəni bu aləmdə də, maddi aləmdə də insan ki, əzab çəkir. Əzab çəkən nədir? Cism deyil ki, ruhdur. Ruh olmasa cismin heç nə təsir eləmir. Olur cəsəd aparıb dəfn edirlər. O ruhdur. Sadəcə orada, o aləmdə ruh nəyin vasitəsindən o yaxşılığı və o əzabı nə ilə dadır? Misali bədənin vasitəsindən dadır.